Salam əzizən vətənlər, bu günləri Almaniyada olan siyasi mühacirlər bir neçə yerdə artıq 2 gündür ki, siyasi məhbusların azadlığı üçün mitinqlər təşkil ediblər. Amerika səfirliyi, Avropa Birliyi, Amnesty International, Almaniya Xarici İşlər Nazirliyi və Almaniyada Welt qəzetinin qarşısında bu günləri siyasi məhbuslarımızın azadlığını istəyirik. İlham Əliyevin səyi nəticəsində, İlham Əliyevin gördüyü siyasət nəticəsində bu günləri 350-dən çox Azərbaycanlı siyasi məhbus içəridədir. Onlardan bəziləri Samir Aşrov, Ünhan Kərimli, Malik Rızayev, burada görə bilərsiniz, Azərbaycandan deportasiya olduqdan sonra həbs olunub. Almaniyadan deportasiya olunduqdan sonra, Azərbaycanın deportasiya, Almaniya deportasiya olduqdan sonra həbs olunub və bu günləri onlar haqsız yerə Azərbaycan hakimiyyəti ucbatından şərlənərək həbs olunublar. Və bu günləri Azərbaycanlılarımız toplaşıb bura, buna görə öz etirazımızı bildiririk. Sərbəst toplaşma azadlığı, söz azadlığı, sərbəst seçim azadlığı Azərbaycan xalqının seçimidir. Və burada gördüyünüz kimi, nəinki burada, bax, 10'a yaxın Azərbaycanın siyasi jurnalistlərimiz var, xanımlarımız və bir çox siyasi məhbuslar, dinə görə siyasi məhbuslarımız var və bu günlər buna etiraz olaraq Azərbaycan vətəndaşları, hansı ki məcburan Azərbaycandan buraya köçüb mühacirət ediblər, burada buna qarşı aksiya keçirirlər. Salam Bey. Salamlayım sizi değerli izleyiciler. Sayınızı artırın, tıklayın, rəylər yazın ki baxış sayı artsın və dəstək olun da qoşulun. Hesab, yəni qardaşımız dediği kimi Ali Bey etirazımızı bildiririk. Dəstək olmaq istəyir. Siz də çağırır ki, siz də dəstək olasınız. Çünki yardım edənlər azdır. Bunların ailələri var aslında. Ailələri niyə yardım etmir bilmirəm. Yəni burada bir siyasi şey var idi. Məhbus. Qapısı açılsın, yox, neysə, onu demək istəmirəm. Bir neçə qardaşları var, onu sonra bilmişəm. Mən burada əziyyət çəkirəm, misal üçün, elə biz əziyyət çəkirik, təşkilatlara yazırıq, nələr, risk edirik, da biz axtarışa verirlər. Onların qardaşları, xalası, biz uşaqlar oturublar evdə. Mən sadəcə etirazımı bildirmək istəyirəm ki, siz qardaşınıza... Yəni Avropaya gəlib, burada da olsun, siyasi məhbusların azadlığı üçün dəstək olunurlar yəni. Əlbəttə, burada gəlin, ya da imkan biraz... Pul göndərin siyasi məhbuslara, nə bilim, yazın, nəsə, bir şey edin də, yəni, bu qədər, təşəkkür edirəm. Salam, xoş gördük. Mən də öz növbəmdə onu demək istəyirəm ki, Azərbaycanda İlham Əliyev hakimiyyəti tərəfindən doğrudan da Azərbaycan xalqına, xüsusən Azərbaycanın siyasi elitasına olmazın zülümlər olunur. İstər jurnalistlər olsun, siyasi blogerlər olsun, dindarlar olsun, din xadimləri, ruhanilər, bir çox insanlara zülümlər olunur, şər atılır, narkotiklə, silahla, qondarma ittihamlarla onları həbs edirlər, həbsə atırlar. Bizim bu gün toplaşmaqda, bu gün 2 gündür aksiya keçirdik. Əsas məqsədimiz budur ki, həm Azərbaycanda olan hakimiyyət, eyni zamanda Avropa Birliyi, Amerika bu məsələlərə diqqət yetirsinlər. Yəni, Azərbaycanda olan zülüm, Azərbaycanda olan özbaşınaçılıq, quldurluq dünyanın heç bir yerində yoxdur. Bunun da başında İlham Əliyev və onun quldur polis dəstələri dayanır. Salam Bey. Salam, əziz dostlar. Biz bu günləri Berlin şəhərində toplaşmışıq. Azərbaycanda davam edən ədalətsizliyə və diktatura rejiminə etiraz edək. Bugün Azərbaycan xalqı bir ailənin hakimiyyətinin altında əzilir. Ölkədə 400-dən çox siyasi məhbus var. Haqqını deyən insanlar şərlənərək həbs olunur. İşgəncələrə məruz qalır. Siyasi məhbusların təkcə zindanlarda deyil, onların ailələri də cəza çəkirlər. İşdən çıxarılaraq susturulur, narkotiklə şərlənərək həbs olunur. Siyasi məhbusların ailələri də repressiyalara məruz qalır. Bunların birbaşa səbəbkarı, bunları Azərbaycan xalqının başına gətirən bugünkü hakimiyyətdir. Biz buna susmamalıyıq, öz haqqımızı tələb eləməliyik və Azərbaycan xalqından da dəstək istəyirik. Onlar da susmasın, öz haqq səsini yüksəltsinlər. Siyasi məhbuslara azadlıq tələb edirik. Salam Bey. Salam, hörmətli vətənlər. Bu günlər ayın 29-u Berlin şəhərində Amnesty International-ın önündəyik.
ikinci gündür növbəti mitinqimizi keçiririk. Biz bu günlər yığışmağımızın səbəbi Azərbaycanda olan avtoritar rejimin, diktatura rejiminin sona yetməsini və siyasi məhbusların azad olması, millətin, Azərbaycan xalqının azad olması, onlar bu zülmdən qurtarması üçün biz buraya yığışmışıq, aksiyalarımızı davam etdiririk, keçirdirik. Bu rejim bitmədən Azərbaycan xalqı firavanlığa çıxa bilməz. Azərbaycanda olan bu haqsızlıqların sonuna çatması üçün hamımız bir olmalıyıq, bir yerə dönməliyik. İnşallah bu. Salam aleyküm, hər vaxtınız xeyir əziz izləyicilər. Bu gün ayın 29-u bizim ikinci günkü aksiyalarımız davam edir. Amnesty International qarşısında Azərbaycanda tutulan siyasi məhbusların hər birinə azadlıq istəyirik. 31-dən artıq 30-dan artıq jurnalistlərimiz var. Onların 9-u qadındır. İlham Əliyev bu qadınlardan nə istəyir? O qədər acizdir ki, qadınlardan həbs elətdirməkdən başqa heç bir şey bilmir. İnsanlara zülm verir, şərləyərək həbs etdirir. Ən axırıncı olaraq AXÇB-2 yorum Facebookda rəy bildirdiyinə görə həbs elətdirmişdi və İlham Əliyev killer sözü ilə məşhur olan xanım da həmçinin bu yaxınlarda həbs olunur. Səbəbsiz yerə insanlar rəy yazdığına görə həbs edirlər və biz bugün burada DAS təşkilatı olaraq hər bir Azərbaycanda olan bütün siyasi məhbuslara azadlıq istəyirik. Amnesty International qarşısındayıq və hazırladığımız sənədləri də təqdim edəcəyik. Və İlham Əliyev Və deyərdim səbəbsiz yox. Burada həbs olunanların hamısının səbəbi, günahı onun azadlıq istəməsi, onun haqq sözünün söyləməsidir. Biz burada çox gözəl vurğuladınız. Həqiqətən biz azadlıq istəyirik. Biz azad seçimi istəyirik. Biz diktatura istəmirik. Rədd olsun Heydərizm rejimi. Təşəkkür edirəm.